Erdoğan Erdoğan deyib ki Avropaya. Erdoğan deyib nə deyib? Bu Rusiyanın əlində girinç qalmışsınız. Ha, gəlin danışaq, bütün söhbət həll eləyim də deyir. Ha, demirsiniz Ukraynaya belə, nə bilim Kırım belə. Ha ki, pulunuzu verin, işinizi həll eləyim də. 3 dənə ordu yeridəcəm Ukraynaya, ikisini də yeridəcəm Kırıma. Görün Putin mənim qabağımdan cıqq eləyə biləcəkmi? Pulunuzu verin, Putinlə də belə işi həll eləyək də. Amma yox. Bu belə kabadayılıqdan olmur. İşlər sənətdən, sünətdən olmalıdır. Avropanın ordusu yaranmalıydısa, deməli bu bir plan idi. Bu böyük, gələcək dünya düzəninin bir parçasıydı. Yeni böyük güc yarandı. Yeni böyük güc yarandı. Değerli həmvətənlərim, artık dünya Avropadan idarə olunurdu 100 illərdir. Ve Amerika'nın idarə elədiyi dünya döndü. Bu birinci dünya müharibəsi, ikinci dünya müharibəsi, hər iki tərəfdə, hər iki vaxt arxadan vurulmaq. O boyda Trump kimi adam gəldi başa, sən demə bu KGB'nin zabitiymiş. KGB işini gətirib qoydular Amerikanın başına. Dəlinin birini koydular başına. Yani artık yeni bir güc yarandı. Avropa. Elon Musk axır vaxtda çox oyun çıxardır. Elon Musk məhkəmə qarşısına çıxacaq. Deməli, nəyə görə? Elon Musk Twitter'i alanda məhkəmə qarşısında öhdəlik götürüb qol çəkibmiş ki, Twitter'də özünün yaxınlarının Trump'ın Amerika siyasətinə yön verməyəcək. Yəni kimisə orada planlı sürətdə dəstəkləməyəcək, tərəf olmayacaq. Məhkəmədə qol çəkmişdi. Amma Elon Musk Twitter'də özünü, yaxınlarını, Trump'ı ancaq reklam eləmişdi və bunu məhkəmə qabartdı və əcəba Twitter əlindən alacaqmı? Twitter deyəndə indi X platforması deyirlər, onu alacaqmı? Yox, cərimə mi ödəyəcək, yoxsa nə edəcəklər? Zaten Elon Musk'ı vurdular. 460 milyard sərvəti var idi, 200 neçəyə düşübdü. Elon Musk bata-bata gedir. Hər həftə 50 milyard ziyan eləyir. Hayla gələn huydan gedər. Nəysə, Elon Musk da verildi məhkəməyə. Elə məhkəmənin öz iradəsindən. Respublika Tesla batır. Avropa hissələri deməli hissələri Avropa Tesla'da bəzi mikrosxemlər var, mexanikal, müəyyən şeylər var ki, hələ bazar oyana o Avropada istehsal olunur. Hələ bazar oyana. Bazardan da, şirkətdən də o mikrosxemlərin, müəyyən şeylərin Tesla'ya satışından da Avropa imtina elədi. Ümumiyyətcə Elon Musk'dan da, onun Starlink peykilərindən də, hər şeyindən imtina elədi. Elon Musk artıq gəldi, dünyanın ən varlı adamı gəldi, düşdü ortaya. Birazdan bizim Mübariz Məsimov ondan zəngin olacaq. Və adam 2 həftə ərzində 110 milyard pul itirdisə, bütün səhmləri 1 trilyona yaxın pul itdisə, səhmlərin alış satışı var. İtdisə, gör indi nələr olacaq, nələr. Dəyərlənmət. Adam vergi verməsin deyə, adına vergi yazılmasın deyə, özlərinin evi belə yoxdur. Kunkda qalır, kirədə qalır. Ancaq görürsünüz ki, 100 milyardları var idi. Yarım trilyon pulu var idi. Dəyərlənmətələrim, dəyərli soydaşlarım, gözəl xəbərlərlə sizin